Hacı, mən söhbət əsnasında da məsələn başqa şairlərdən də eşitmişəm. Özüm də şahid olmuşam. O düzə qaranlıq mülkdən çıxır. Bəzi söz var ki, sən fikirləşərsən, bir məna var, bir kontekst var beynindəki, bunu nəzmə çəkəsən. Kitabdan oxumusan, hədisdən bu işim yox. Bəzi sözlər var ki, onu yazırsan, beyt hazırdır. Beyti sonra özün qıraqda oturub baxanda görsən ki, bunun içində başqa məna var. Böyle o heç o mümkün də deyil. Onları fikirləşib yazdın daha onda əsər olmadı, şeir olmadı. Yəni sanki ora o elə Füzuli Oldu düzdür. çox qeyri-adi bir şey. Riyazi məsələ. Bəs söhbət də odur ki, niyə görə bir riyaziyyat elmi var, ədəbiyyat elmi var. Var da bu şeylər. İrfani riyaziyyat eşitmirsən. Konkret rəqəmlərdir də. Uzaq başı əbcəd ola bilər, hesab kitab məsələsi. Amma ki, ədəbiyyatı, irfani ədəbiyyat eşitmirsən. O birbaşa insanın mərifəti ilə bağlıdır. İnsan o sözü mərifət aləmindən deyir. İstəsə də, istəməsə də. Söz var idi, danış sənə görüm. İnsan danışanda əleyhissalam bilinir kimdir də. Kişi dilinin altında yatır, danışanda bilinir kimdir. Yəni bu elə bir işdir ki, insanın birbaşa mərifəti ilə bağlı olan şeydir. İnsan mərifəti boyda danışır. Ondan nə artıq danışa bilər, nə eksik. İnsanın mərifətullahı nə boydadır, o boyda danışacaq Allah haqqında. Hər neyin haqqında və ələl xüsusda indi danışmağı qoyuruq bir qırağa. Bu əsər yaradır. Bu o deməkdir ki, artıq söz deməyin texnikasını bilir bu. Hansı texnika ilə sözü deyərlər. Əvvəla insan düşünməlidir ki, nə danışır? Hər bir insan ağzının danışığını bilməlidir. Nə danışır fikirləşməlidir. Şairin işi nədir? Nə danışır qalsın bir qırağaya. O nə danışır da gözəl olmalıdır. Hətta necə danışır da gözəl olmalıdır ki, onu hansı formada təqdim eləməlidir. Can fəza olsun. Bəli, can fəza olsun.